Salamlar. Dostlar salamlar. Söhbətgahı dinləyirsiniz və Akart bizim maliyyə dəstəkçimizdir və bu Visa kartdır. Üstəgəl rəqəmsal kartdır. Hər hansı bir sənəd tələb olunmadan sadəcə Akartın elə tətbiqinin üzərindən mobil telefonunuza qeydiyyatdan keçib əldə edə bilərsiniz və orada maraqlı bir dənə tamamla kredit var. Deməli getmirsən, hansı bir ödəniş edirsən və tutaq ki, məbləğ çatmır. Həmin məbləği tamamlanın üzərinə vurmaqla kredit kimi tamamlayırsan, daha sonra gedirsən o pulu da ödəməyə. Yəni istənilən halda bu kartdan həm Vizanın verdiyi, həm də Akartın verdiyi üstünlüklərdən faydalanmaq olar. 11%-ə qədər, ümumiyyətlə müxtəlif ödənişlərdən 11%-ə qədər cashback də öz yerində. Amma burada bir həm də maliyyə savadlılığı deyilən bir hissəsi var. Mən o maliyyə hissəsini qoyuram qırağa, savadlılıq hissəsinə gəlirəm. Və bugün biz Hüseyn bəylə xoş gəlmisiniz. Xoş gördük. Maraqlı bir məsələni danışmaq istəyirik. Uşaqlarımız, yeniyetmələr və ümumiyyətlə cəmiyyətin savadlılığı. Bir söz soruşmaq istəyirəm. Biz nəyi düz eləmirik? Mən ilk ağlıma gələn çox belə geniş bir sualdır. İlk ağlıma gələn nə oldu? Məncə biz bir şeylərin mahiyyətini tam anlamırıq. Yəni bir şeylər eləyirik, axına qapılıb eləyirik, amma mahiyyətini anlamırıq. Bunu niyə eləyirəm? O Simon Sinek səhv eləmirəmsə, onun Niyə ilə başla kitabında da niyə məsələsinə vurğulayır ki, böyük korporativlərin arxasında o niyə sualın olduğunu deyir. Toyota'nın 5 niyə prinsipləri. Evet, yəni bizdə korporativə deyil, yəni ən kiçik məsələlərdə belə məncə o niyə sualını soruşmalıyıq. Məsələn, bunu eləyirəm, amma niyə eləyirəm? Hamı uşağını falan yerə aparır, mən niyə aparıram, yəni aparmalıyam mı? Falan kursa qoyurlar, mən də qoymalıyam mı? Falan şey aşılayırlar, mən də aşılamalıyam mı? Yəni sadəcə o niyə sualı soruşmadan, mahiyyətini anlamadan bir şeylər eləyirik və o da gəlir, elə bir ki, yəni sizin üzərinizə yaxşı duran köynəyi görürəm, gedib eynisini alıram, məndə durmur. Bəs sual nə olmalıdır? Niyəni verdik? Buradakı meyar nə olmalıdır? Məsələn, mən bir kurs gördüm, düşərgə gördüm, nə bilim, bir master class gördüm. Uşağı məktəbi, nə bilim, əhatəsi. Bunların hansı məsələn meyarlar əsasında biz seçə bilməliyik ki, bu uşaq bura getsin, yoxsa getməsin? Əla. Yəni birinci məsələ uşağın nə vermək istəyirik? Buradan başlayır. Mən uşağım necə yetişməsini istəyirəm. Ümumiyyətlə əvvəla mən valideynlərə ən çox dediyim şey odur ki, yetişdirməklə böyütmək arasındakı fərqi bilməliyik. Bizdə daha çox böyütməkdir. Ona görə valideynlər məsəl deyir ki, nə istəmirsən almışam, yediyin qabağında, yemədiyin arxanda, nəyin çatmır ki, bunlar hamısı böyütməyin refleksləridir. Mən valideyn iclaslarının birində bir dəfə danışdım, belə yenə bu böyütmək, yetişmək məsələsinin sonunda o tonda danışdım. Axırda Kitayski roza gülü var idi, çiçək var idi. Anamdan bilirəm onun adını. Qoydum masanın üstünə, sonunda dedim ki, bu da böyüyür, siz də övladlarınızı böyütməyin, yəni yetişdirin. Yəni birinci məsələ odur, böyütməklə yetişdirmək arasındakı fərqi valideyn bilməlidir. Ondan sonra yetişdirmək məsələsi gəlində sizin sual məsələsi ki, bəli, çox yaxşı bir sualdır ki, nəyə görə qərar verməliyəm? Uşaqların dövrünə görə yetişdirməliyik. Bu, hər bir fəlsəfədə bu var, İslamda da var ki, övladlarınızı dövrünüzə görə yox, dövrlərinə görə yetişdirin. Bu dövrün tələbləri nədir? Məsələ budur. Məsələn, bugün uşaqlar bizim dövrümüzdə ən çox qarşılaşdırır. Biz bir neçə gün əvvəl Sərxanla bizim də bir insan adlı podkastımız var. Orada bu məsələni danışdıq. Gənc olmaq, gənclikdə nələr. Məsələn, ən çox yaşlı nəslin uşaqları boşluq çıxarmağı varsın. Bizim dövrümüzdə belə idi, bizim dövrümüzdə elə idi falan. Amma yəni sənin dövründə elə idi. Bu dövrün tələbi o deyil. Bu dövrdə nə lazımdır uşağa? Bunları birinci siyasını çıxartmaq lazım. Əslində bu hər yerdə açıq olan şeydir ki, bu dövrdə nə lazımdır? Uşaqlar artıq texnologiyanı fərqli yöndən bilməlidirlər. Uşaqların dil bacarıqları fərqli olmalı, daha qlobal düşünməlidirlər, daha sürətli adaptasiyaya qabiliyyətlər olmalıdır, ünsiyyət bacarıqları yüksək olmalıdır, artıq komanda ilə işləyə bilməlidir. Bunlar bəlkə də bizim dövrümüzdə, bəlkə də bizdən daha yaşlı nəsillərin dövründə komanda ilə işləmə qabiliyyəti çox da vacib deyil. Hər kəs fərdi işləyə bilirdi və gəlib bir yerə çatdı. Amma artıq o şey yox, çünki sürətli bir dəyişiklik var. Sürət üçün komanda lazım, tək başına bacarmazsan. Və bu ölçü vahidləri bunlar. Bu dövrün tələbləri nədir? Övladımda bunları necə formalaşdıra bilərəm? Buyur. Texnologiya dediniz. İndi uşağın texnologiya ilə bağlılığı var da. Mən bu bağlılıq məsələsini qopartma çox da tərəfdarı deyiləm. Bəzən biz valideyn psixoloqlarla
elə sizin kolleqalarınızla danışanda, onlar məsələn qəbul etmədiyin fikir nədir? Təzə bir termin çıxıb mol ataları ki, molda uşaqlarını gəzdirən atalar, nə bilim texnologiya, telefon. Güya bundan əvvəl yaxşı idi ki, elə 200 il əvvələ geçsək uşaqlıq, 300 il əvvəldən uşaqlıq anlayışı yox idi. Biz uşaq sözü dilimizə təzə girib. Biz uşaq ümumiyyətlə olmamışıq. Biz doğulmuşuq, gəlib işləmişik. 300 ildir uşaq oluruq, 200 ildir, 200, 180 ildir buluq dövrünə giririk. Heç biri olmayıb əvvəl. Bəyəm çox mu yaxşı idik biz indi mol ataları, texnologiyadan uzaq durumda gəlib basırdılar, müharibədə öldürürdülər də bizi. Yəni uşaq olmuşuq. Şillə təpiyin altında böyümüş bir Y generation var, nə bilim nə generation İndikilər mol atalarıdır, əvvəlkilər qəzet atalarıdır. Atalar qəzet oxuyurdular və salam. Get dərs. Ya texnologiyanın bu qədər tənqid olunması uşağın texnologiya ilə bağlılığının, oyun oynamağının nə pisdir ki? Məsəl üçün mən uşaqlıqda məhəllə yadıma gəlir, bizim məhəlləmiz belə çox da uzaq regionda olmuş, şəhərin mərkəzində böyümüşəm mən. İndiki Türk səfirliyinin yanında. Valla indiki bizim məhəllədə böyük uşaqların bizi bullyingdə saymaq olar, nə bilim rasizmdə, hər şey, Netflix'in o sevdiyi hər şeyi vermək olar ona. Nə pisdir ki, indiki uşaqlar? Məsələ texnologiya mı, mol mu ya da başqa bir şey mi olması deyil. Məsələ valideynlə uşaq arasına girən maneədir. Və məsəl üçün deyək ki, biz küçələrdə böyümüşük, düzdür? Bizim də məsəl üçün atam məndən nə qədər vaxt keçirib ya da atalarımız bizdən nə qədər vaxt keçirib, işte qəzet oxuyub, işdə olub və s. Amma biz küçədəykən də bugün uşaqlar texnologiyadan öyrəndikləri qədər pis şey öyrənməmişik və zərər almamışıq, yəni. Hə, bullying özü bir ayrıca bir zərərdir. Mən özüm psixoloq olduğum üçün konsultasiyalarda elə hekayələr eşidirəm, adam qanı donur və təbii ki, reaksiya verə bilmirsən, peşəkarlıq gərəyi, sonradan düşünürsən ki, bu necə bir hekayədir deyə. Amma məsələ odur ki, bugün uşaqların məsəl üçün mənim ən böyük qırğınım valideynlərlə odur. Texnologiya məsələsidir, yəni telefon məsələsidir. Yəni telefonla sanki telefon olmasa dövrdən çox geri qalacaq. Halbuki telefonu əlinə versək atomu parçalayacaqmış kimi valideynlər telefon verməyi müdafiə eləyəndə mən çox belə bir qıcıq alıram ondan ki, yəni nə məqsədlə verir? Yəni çox bəsit səbəblərlə, məsələn deyək ki, tapşırıq müəllim oradan göndərir, yəni komanda, yəni sən telefona göndərsin, sən dinlə ya da valideyn müəllim niyə ümumiyyətlə telefonla göndərir? Bugünkü əlbəttə ki, texnologiyadan uzaq qalmamalıdır, amma o texnologiya telefondurmu? Bax, sual odur yəni. Mol atası, yəni bugün uşaqların vaxt keçirməkdə məsələ o deyil ki, 3 saat keçirəsən, 2 saat keçirəsən, bəlkə 20 dəqiqə keçirərsən, amma telefon kənarda, molda o vitrinlərin qabağında gəzmək yox, hər kəsin gözü orada, göz-gözə baxır, eyni şey eləmək, Lego düzəltmək, rəsm çəkmək, puzzle eləmək və s. hər nədirsə artıq, ya da sadəcə söhbətləşmək. Yəni, məsələ texnologiyadır, moldur deyil, məsələ uşaqla ata, valideyn arasına girən mövzulardır. Bugün üçün uşaqların da işi çox çətindir, valideynlərin də işi çox çətindir. Normalda yaşlılar nədir gənclərə? Bizim dövrümüzdə daha çətin idi, yox. Bizim dövrümüzdə valideynlik də daha asan idi, uşaqlıq da daha asan idi. Valideynlik asan idi, ona görə valideyn uşağı ilə vaxt keçirməsi üçün, uşağı yaxşıya dartıb gətirməsi üçün aşacağı maneələrin sayı daha az idi. Bugün uşağın əlindən telefonu almaq istəyir valideyn, elə bir maraqlı bir şey əlindən almaq istəyir. Mən məsələn uşaqlara deyirəm, biz sizə belə deyirik, elə bilməyin biz telefonu sevmirik. Deyirəm, mənim bir vaxt öldürməyim var telefonda, sizin vaxt öldürməyinizi döyər. Sadəcə mənim işlərim çoxdur, ona görə mən məcbur işim dalınca qaçıb qalıram. Yoxsa bir barmaqla shorts izlə axşama qədər. Valideyn ondan daha yaxşı şey təklif eləməlidir ki, uşağı gətirsin dərs oxumağa, kitab oxumağa ya da bərabər vaxt keçirməyə. Ona görə valideynlərin işi çətin, valideynlərimiz daha zəif, daha cılız. Təəssüf ki, yəni bu söz biraz ağır gəlir, amma bu etiraf eləməmiz gerəkən bir şey. Niyə cılızdır? Düşüncələr cılızdır. Çünki böyütmək, yetişdirmək fərqini bilməyən, ümumiyyətlə uşaq neçə nəfərin prioritetindədir görəsən. Yəni o vaxt keçirməm lazım, düzəltməm lazım, üzərinə bir şeylər eləməm lazım. Məsəl üçün biznes sahəsində siz bir biznesə girərkən nə qədər şey araşdırılır, düzdür? Bazar araşdırması, rəqib araşdırması, nə bilim onun argesi, komandası və s. nə qədər uşaq yetişdirərkən, ümumiyyətlə uşaq dünyaya gətirmədən əvvəl neçə nəfər bu qədər araşdırmalı? Məsələn, bir dənə dostum var ki, o söz vermişdi ki, 50 kitab oxuyacaq uşaq dünyaya gətirməmişdən də, uşağı olmamışdan əvvəl. Bir ata kimi və gec yaşında evləndi, yəni bizə görə 30-un üzərində evləndi. Oxuyana qədər. Çox oturaqlı. Həvəs qalmadı. Həvəs qaldı. Yəni çox oturaqlı bir, yəni yəqin sona doğru elə kitablar oxudu ki, həvəs artdı. Çox oturaqlı bir ata, çox oturaqlı bir yoldaş oldu yəni. Möhtəşəm bir şeydir. Yəni çox sevinirəm onun adına. Övladının adına çox sevinirəm. Yəni
Əlbəttə yenə səhvlər edir. Çünki biz insanıq da, nəfsimiz var, iradəmiz var. Yəni o telefonu kənara qoymaq özümüzün də nəfsimizlə, iradəmizlə savaşmaqdır o anda. Amma ən azından nə qədər aktual olsa mövzu, o qədər daha rahat kənara qoyaram. O qədər bilərəm ki, bu məsələnin vəhamətini, məsəl üçün The Social Media yoxsa Netflixin çəkdiyi film. Bu şeylə düz dedim adını? Bəli. The Social Dilemma, üzr istəyirəm. The Social Dilemma. Tam o bütün o bildiyimiz böyük sosial şəbəkələrin rəhbər vəzifəsində. Vəzifəsini görəndə adam məhəttər qalır ki, necə bu adam oradan çəkilib və ondan sonra başlayıb da bu sənəd filmi çəkiblər. Mən onu yaxınlarda oğlumla izlədim, 11 yaşı var. Türklər demiş, əllərimizdən öpər. Baxdıq ona bərabər, sonra oturduq, söhbətləşdik. Dedim, nə düşünürsən? Nə qərar gəldin? Əlbəttə ki, uşaqda ondan mən düşündüm ki, artıq bunlar bizim başımızda oynanan oyunlardır. Artıq telefona əl dəyməyəcəm ki, telefonu yoxdur. Deyil təbii ki. Onda deyək, bundan sonra sadəcə televizora baxaram. Telefon zaten yoxdur. Planşetə daha az vaxt keçirərəm. Amma bu uşaqdır. Sabah bir gün yenə o telefonu istəyəcək. Yenə deyəcək ki, sinif yoldaşlarımın var, mənim də olsun və s. Amma buradakı mənim duruşum məsələsi var yəni. Mənim duruşumla nəyə görə formalaşır? Məsələnin önəmini nə qədər bilirəmsə, nə qədər məndə aktualdırsa, bu çox vacib bir şey. Hər kəs soruşur. Əlimizdə mikrofon alıb küçəyə düşsək, 10.000 nəfərə sorursaq, 10.000 nəfər deyəcək ki, uşağı yaxşı yetişdirmək lazımdır. Amma nə qədər aktualdır. İşimiz, başımız qarışır işimizə və s. və s. Başqa qayğılar, ona görə deyirəm ki, bu dövrdə biraz daha çətin, çünki qayğılarımız daha çoxdur, ya da xəyallarımız daha gərəksiz xəyallarımız, istəklərimiz var bəlkə də. Və burada uşağın məsələsi qalır yenə siyahıda, sonlarda, arxalarda. Burada axı başqa bir məsələ var. Biz telefon haqqında və ya müxtəlif elektronika məhsulları və ya gadgetlər haqqında danışanda daha çox bunu ümumiləşdiririk. Amma bu cihazın içərisində bir sahə var. O sahə çox sürətlə böyüyən və milyardlarla dollar dövrəsi olan gaming sektorudur. Hansı ki, dünya çempionatları keçirirlər və uşaqlar burada özlərini tapmaq, realizə etmək, taktiki düşünmə, analitika, komanda oyunu ilə bir-birinə komanda olaraq oynamaq imkanı yaradır. Müxtəlif belə rəqəmlər var, amma aparılmış son araşdırmalar da göstərib ki, kompüter oyunlarını oynamış uşaqlar, yəni o uşaqların üzərində sonradan aparılmış tədqiqatın nəticəsidir. Kompüter oyunu oynayan uşaqlar həyatlarının növbəti dönəmində sahibkar ola bilirlər. Girişimçi, Fikra bunu deyirlər, girişimçi bizdə girmək yox, biraz yaxşı anlayışdadır. Sahib ola bilirlər neysə, sahibkarlıq ola bilir. Heç bir şeydən bezmirlər. Onlar məsələn oyunda necədir? Məğlub oldun, təzədən yenə başlayırsan da, təzədən yenə o şeyə qayıdırsan. Yəni bir dirəniş yaranır, həyata qarşı dirəniş yaranır. Bu bir müşahidəsi var. Mənim oğlum kompüter oyunları oynayır, proqramlaşdırma ilə məşğuldur və s. Mən həyatının karyerasında bunun üzərindən görür. Tutaq ki, dizayn oxumaq istəyir bundan sonra. İndi kiber təhlükəsizlikdədir. 3 ildən sonra gedib UX, UI dizayn və daha doğrusu əşya dizaynerliyini oxumaq istəyir. Amma bu dizaynla oxuyacağı şeylər ki var, xüsusən Azərbaycanlı uşaq üçün hamısı bunun içərisində. Azərbaycan dizayn tarixi və dizayn dərsi deyən şəxslərin heç birinin müasir backgroundu yoxdur da. Yenə də bunlar internetdən öyrəniblər. Tutaq ki, müasir dizaynerlərimizdən söhbət gedirsə. O ədəbiyyat ki var, hamısı bunun içindədir. İzah edəcəm. Biz bir layihə üzərində işləyirik. Bu layihəyə Azərbaycan dilinin izahlı lüğətinin PDF versiyasını yükləmək lazımdır. Azərbaycan dilinin izahlı lüğətinin 2-ci cildini yükləyə bilmirik. Nəyə görə? Çünki ona PDF eksport eləyəndə şəkil kimi eksport eləyiblər. Yəni primitiv, sadə bir şeydir. Onun PDF versiyasını yox, kitabın skan, şəkili çəkilmiş nə ediblər və bunu bizim sistemə yükləməyimizlə bağlı problemimiz yaranır. Sadəcə bir misal gətirirəm ki, bu adamlar kompüter qarşısında və ya texnologiya qarşısında araşdırmada daha çox vaxt keçirsəydilər, bilərdilər ki, bunun PDF versiyası var da, bunu çap eləməmişdən qabaq bu adam bunu yazıb da harasa. Gəlin bunu qoyaq, bunu yenidən skan eləməyə ehtiyacı yoxdur. Bəlkə biz uşaqlara sərbəstlik verməliyik. Nəyin düz, nəyin səhv olduğunu heç biz 43 yaşımızda özümüz də bilmirik. Biz 16 yaşlı uşağa deyirik ki, tez elə o məktəbi qutarsan, özünə ixtisas seç. 43 yaşımda mən
özümə tamamilə ayrı bir ixtisas axtarıram indi. Deyirəm ki, indi təzə nə öyrənə bilərəm özümdə. Mən 43 yaşımda axtarışdayamsa, sən 35 yaşında axtarışdasansa, 16 yaşında hələ dünyanı yavaş-yavaş qavramağa başlayan uşaqdan biz nə istəyirik? Niyə onu biz ancaq deyirik ki, onu eləmə, bunu baxma? Mən düşünmürəm ki, uşaqlar seçə bilməzlər. Məncə onlar seçə bilirlər, bizdən daha yaxşı seçirlər. Burada sizinlə qismən razıyam. Çünki uşaqlar hər şeyin doğrusuna qərar verə biləcək qabiliyyətdə deyirlər. Az öncə vurguladınız 43, 35, 39. Özümki də deyim. Yəni heç biz hələ tam doğruya qərar verə bilməzkən uşaqlardan onu gözləyə bilmərik. Çünki biz bir şeyin deyək ki, biz niyə deyirik ki, telefon zərərlidir? Biz onun başqa yönlərində deyirik. Telefon zərərlidir, tamamilə zərərli mənası deyil təbii ki. Uşaqların vaxt keçirmə məsələsi var. Nədə vaxt keçirir? Övladınız Önər bizim 2 dəfə düşərgəmizdə olub. Maşallah çox, yəni özünüzə qarşı demək olmasın. Yaxşı yetişdirilmiş uşaqdır, böyüdülmüş yox. Önər və Önər kimi mən başqa uşaqları tanıyıram ki, onlar oyun sektorunda çox vaxt keçirirlər və hətta bizdə Orxan bəy səhv eləmirəmsə 11 Kings. Bəli. Sizdə qonaq olubmu? Yox, amma o məsələ onun da elə uşaq vaxtı çox oyunlar oynayıb, daha sonra da belə bir oyun ərsəyə gətirib, bayağı bir böyüyüb. Uşaq nədə vaxt keçirir? Mənim qırğınım valideynlərlə uşaqların sosial şəbəkədə vaxt keçirməsidir. Məsələn, orada həmin o Social Dilemma filmində deyir ki, biz like-ı ilk çıxaran adam danışır. Onun fikriymiş. Deyir, onda normalda niyyətimiz oydu ki, pozitiv bir şey olsun. İnsanlar bir-birinə like elədi. Deyir, sonra baxdı ki, məsələ düşünmədiyimiz tərəfinə getdi. Bax, düşünmədiyimiz tərəflər olur. Hesablaya bilməyəcəyimiz tərəflər olur hər zaman. Nə olur? Bu səfər deyir ki, başladı like yığa bilməyən insanların, gənclərin özəlliklə depressiyaları başladı. Göz orada qaldı ki, nə qədər like aldım, ala bilmədim və s. və orada film halında da bir neçə misalda göstəriblər. Yəni burada məsələ uşağın harda vaxt keçirməkdir. Əlbəttə ki, bir tərəfdən mən bayaq deyirəm ki, uşaqları dövrünə görə yetişdirin, bir tərəfdən deyirəm ki, texnologiyadan yox, telefondan və sosial şəbəkədən uzaqlaşdırmaq lazımdır. Hətta oyun belə ki, oyunların da zərərlisi var, faydalısı var. Oyunlarda var ki, uşaqların chat aça bilirlər, danışa bilirlər. Uşaqlardan başqa şeylər istənə bilir, şəxsi məlumatları istənə bilir. Uşaqları bu yöndən məlumatlandırmaq, maarifləndirmək lazım. Necə ki, deyirik ki, cinsəl mövzuda uşaqları, qızlara ayrı, oğlanlara ayrı məlumatlandırmaq lazımdır. Məsələn, mənim pasientlərimdən bir neçə nəfər olub ki, gənc bir xanım idi, 23-lü yaşlarında, cinsəl doyumsuzluğu var idi və yaşadığı həyatdan tamamilə yəni razı deyil, istəmədiyi bir şey yaşayırdı. Biz ondan danışanda illər əvvəl idi. Ona göstərilən, telefonda göstərilən ilk porno video, mən ona danışarkən deyə bilmirəm bir dəqiqədən o neçənci ildə o telefon var idi. Yəni ilk görüntü, rəngli ekran, polifonik idi nə idi artıq o səslər. O çıxanda göstərilən, mən beynimdə onda... İlk vaxtında. Orada göstərilən bir şey və psixologiya məsələ üçün erkən cinsel oyanma deyə bir ifadə var, hansı ki vaxtından daha tez. Zaten uşaqlarda o müəyyən meylər olur, işte sürtünmələr, uşaqca bir masturbasiya və ondan həzz alma, davam eləmə məsələləri olur. Onun valideyn onu gördüyü zaman pərt eləmədən yavaş-yavaş uzaqlaşdırması lazım. Yəni bu kimi məsələlərin, məsələn mən həmişə deyirəm ki, sosial şəbəkədə bizim qabağımıza istəmədiyimiz, xoşa gəlməyən, istər pornoqrafik ya da qan içərikli videolar çıxır deyə ki, hardan bilir ki, uşağın qabağına çıxmayacaq yəni. Mənim dərdim odur. Yoxsa yəni deyək ki, məsələn, Önər nəyin fərqində idi? Önər kitab oxuyan uşaq idi. Hətta Sərxan onunla orada düşərgədə müsahibədə eləmişdi. Necə kitablar oxuyursan, nə qədər vaxt ayırırsan və s. Yəni bilinçləndirilmiş bir insan, uşaq belə olsa, yəni şuurlandırılmış, fərqindəlik yaradılmış bir uşaq belə fərqindəlik yaradılmamış yetişkindən daha yetişkin, daha doğru qərar verə bilir. Yəni siz hər hansı bir oyun oynasa ya da sosial şəbəkədə çox vaxt keçirsə, yenə uzaq tutardınızmı yoxsa deyərdiniz ki, sərbəst qalsın mı deyərdiniz? Burada məsələ ondan ibarətdir ki, misal üçün siz bilmirəm, Önərin o yaşlarda sosial şəbəkəsi var idi mi? Yox, Önərin sosial şəbəkəsi hardasa 14-15 yaşında olub, amma onu da aktiv surətdə heç istifadə eləməyib. İndi də heç o qədər də aktiv surətdə istifadə eləmir. Onun sosiallığı daha çox oyun və oyun içərisində olan dostları və komanda yoldaşlarına olan münasibətləridir. Amma məsələn valideyn icrası dediniz. Mən Önərin 10 il ərzində oxuduğu il ərzində bir dəfə valideyn icrasına getmişəm. Getdim. Mən başa düşdüm ki, o valideyn icrasında olmamalıydım. Çünki başqalarının uşaqlarının elədiklərini mənim yanımda danışırlar. Mən düşünürəm ki, bu belə olmamalıdır. Üstəgəl valideynlər həqiqətən mən düşünürəm ki, burada uşaqlarda problem yoxdur. Şu problem valideynlərdədir. Çünki valideynlər hətta uşaqlarına nə istədiklərini bilmirlər. Mahiyyət, bayaq başda soruşduğum sualın cavabı. Özünün həyatında reallaşdırmadığı bir şeyi deyir ki, mənim uşağım mənim üçün eləsin. Bəzən burada anaların bir şeyi var. Analar öz
oğlanlarını, öz həyat yoldaşlarının yerinə qoyurlar. Həyat yoldaşlarının onlara vermədiyini oğlundan tələb edir ki, sən məni ağ günə çıxardacaqsan. Ona böyük bir məsuliyyət verir. O uşaq da o məsuliyyətin altında əzilir və özünü reallaşdıra bilmir. Bir dəfə getdim, ondan sonra dedim ki, müəllimə dedim ki, nəsə varsa söhbətdə. Mən şəxsən bildir, mən o uşaqla özüm danışacağam. Amma mənim öz övladımlarımla ünsiyyətim və münasibətim zamanı heç bir məcburiyyət yoxdur. Sadəcə zaman məsələsi var. Yəni 30-40 dəqiqəni aşmamalıdır və ya tutaq ki, dünən çəkilişdən öncəki gün biz 5-6 saat ailəvi zaman keçirmişik. Nə bilim, hansısa fikir mübadiləsi eləmişik, test etmişik. Məsələn, Önər bir dənə test dedi. Əliyə göndərmişəm o testi. Orada xarakter tipinə uyğun olaraq bir 95 suallıq testi, ESTP MBTI testi. Bəli, o testindən gedir ki, yəni mən xarakter olaraq, davranış olaraq necə bir şəxsiyyətəm, bu Önərdə özünü necə göstərir. Önər bunu 2 il bundan qabaq eləyirmiş. ESTP. Yox, səndə nə çıxdı? Məndə ESTP çıxdı. T olduğunu təxmin edirdim sizdə. O nədir ki? Elə şeylərdən danışır. Çox ciddi şeyləri danışır. 16 xarakter tipi var, 16personalities.com. Oradan həmin o testi eləyə bilərsiniz. Orada 4 parametr üzərində dəyərləndirir. Məsələn, düşünsəldir, yoxsa duyğusaldır, araşdırmacıdır, yoxsa bir şeyin üzərində qalandır və s. belə gedir. Yəni uzun bir hekayədir. Bir test eləyim məncə. Maraqlı şey oldu ki, həm Önərdə, həm məndə, həm də Səmada üçümüzdə də ESTP çıxdı. Sadəcə onun başqa belə kimdəsə daha dominant olanı var, o amma hərflərin. ESTP, siz introvertəm demişdiniz. Bir dəfə bu arada mən çox izləyirəm sizi, təşəkkür edirəm bu arada. Siz demişdiniz ki, introvertəm, mənə maraqlı gəlmiş ki, Tural bəli introvertsə heç nədə dağılsın dünya. Amma müəyyən şeyləri tək etmək ekstravert çıxıb orada. Ekstravert çıxır. Orada müəyyən şeylərin dominantlığı var. Məsələn üçün məndə belə bir şey var ki, mən bəzi şeyləri tək etməyi xoşlayıram. Yəni başqa heç kimə vermirəm. Özüm tək edərəm. Önərdə də o çıxır. Yəni məcburiyyət yoxdur. Diktə də yoxdur. Məsələn qızım rəssamlıqla məşğul olmaq istəyir. Qoy eləsin. Yəni demək istədiyim odur ki, biz məcbur edəndə nə isə və ya öz həqiqətimizi diktə etməyə başlayanda uşağı çaşdırırıq. Tural bəy, bunun balansı lazım. Ümumiyyətlə həyatda balans, işlə həyat balansı yoxdur deyir Əli bəy. İş var. İş var amma balansı yoxdur. Yaxşı izləyici olaraq burada oturmaq yaxşı bir şeydir. Təhlükəli məsələ. Gözüm üzərinizdə. Big Brother is watching. Balans məsələsi var yenə. Nədir? Sərbəst buraxacağımız şeylər var, sərbəst buraxmamamız gərəkən şeylər var. Məsələn, bizim düşərgələrdə nə var? Valideynlərə nəyi vədir? Məsələn, deyək ki, düşərgə gələn uşaqların bir çoxunun valideyni ya gənclikdən çıxırıq, gənclikdə məni qoluma girib kənara çəkir, ya mesaj yazır öncədən ki, Hüseyin bəy, bizim uşaq məsəl üçün çox danışan deyil, siz Allah orada onu biraz danışdırın. Çünki hər valideyn istəyir ki, bizim orada talant şou olur Tonqal ətrafında ya da indi hava sərindirsə içəridə. Hamı istəyir ki, orada çəki valideyn qrupuna atırıq. İstəyir ki, öz övladını görsün. Çox normal bir şeydir. Mən də istəyərəm. Normal bir şeydir. Məcbur eləmərəm, amma istəyərəm. Valideyn orada görmək deyir ki, açılışında uşaq. Sonra bir 2 gün sonra mən valideyni yazıram ki, biz eyni uşaq haqqında danışırıq dəqiq. Yəni bu uşağı biz burada sustura bilmirik. Uşaq orada yaxşı bir mümbit bir mühit tapanda hansı ki qınanmayacaq, tənqid olunmayacaq və dəfələrlə təlqin olunur ki, uşaqlar burada kimisə qınamaq yoxdur, pis fikir yoxdur, fərqli fikir var və s. Və orada məsələn gələn mesajlardan biri bizim uşaq yumurta yeyən deyil olur. 2 gün sonra mən çəkib atıram valideynə ki, bax uşaq türklər demiş gömür yumurtanı. Çünki bilir ki, yumurtanı yeməsə sasika gəlməyəcək ona. Nə bilim, onu yeməsi bu gəlməyəcək. Hə, yumurtadan 5 dəfə desə var. Amma başqa bir şey yoxdur. Və burada bəzi şeylərim ya da məsələn deyək ki, sup yemək məsələsi mənim ən böyük elə davalarımdan birisi də orada. Əməkdaşlar da, qrup yoldaşlarım da, komanda da bəzən ki, niyə bu qədər təkid edirsiniz? Mən də deyirəm ki, minimum 5 qaşıq qaydası var. Minimum 5 qaşıq da olsa kasanın yarısından yarım pors verəcək, hər kəs içəcək. Amma bunu məcbur eləmədən əvvəl yarım saat onu izahını edirəm. Deyək ki, uşaqlar baxın, 3 növ qidamız var. Ruhumuzun qidası, beynimizin qidası və işte bədənimizin qidası. İşte ruhumuzun qidası təbiətdəyik, gözəl insanlarla bərabərik. Beynimizin qidası danışırıq, təlimlər, təqdimatlar, kitab oxuyuruq orada və bədənimizin qidası. İşte sup buna görə lazımdır, belə olur, elə olur və ondan sonra gedir uşaq onu içir. Və yenə həmin o bizim uşaq sup içməz, doğğa içməz deyən valideynə çəkib atır, uşaq içir. Amma bilir ki, o supu içməsə
Başqa bir alternativ yoxdur. Yəni kolbasa çörək verilməyəcək uşağa. Demişdə o bunu yeməyə diqqət verilməyəcək. Onu yeməsi lazım. Biraz burada qətiyyət və disiplin formalaşması üçün uşaqlara müəyyən şeylər məcbur eləmək lazım. Yəni doğrunu orada nəyi məcbur eləyə bilmərik? Məsələn suyu nə qədər içəcək? Ayran mı içəcək, kompot mu içəcək? Özü bilər. Yəni 2 seçim vermişəmsə onu bilər. Ya da ayaqqabı alırıq. Biz uşağın 3 yaşından, 4 yaşından oğlumun heç vaxt alacağımız şeyin rənginə qarışmamışıq. Çanta alırıq, nə istəyirsən? Bunu istəyirəm. Falan şey alırıq, nə istəyirsən? Bunu istəyirəm. Yəni çanta alınmalıdır ona, bəli, çanta lazımdır. Batinka alınmalıdır. İşte ayaqları üşüyər. Su keçirməməsi lazım. Bu bizim verəcəyimiz qərardır. Batinka ağırdır, istəmirəm, krasovka geyinəcəm. Bu onun verəcəyi qərar deyil. Yəni orada biraz biz məcbur eləməmiz lazım hardasa. Amma nə rəngi alınacaqsa o. Ya da məsələn sosial şəbəkənin istifadəsində uşaq istəyə bilər ki, istifadə eləsin. Çünki ona maraqlıdır. Onun o anki ölçü vahidi nədir? Maraqlı olması. Biz elədiyimiz səhvlərdə ya da bütün insanlar elədiyi səhvlərdəki ölçü vahidi nədir? Maraqlı olması yazın. Yəni zövqünə uyğundur, keyf çəkir və s. Yəni oradakı ölçü vahidi qərar verərkən onun verdiyi ölçü vahidi, əl aldığı ölçü vahidi düzgün bir ölçü vahidi olmaya bilir. Orada bizim müdaxiləmiz lazım. Yəni bir ara trend oldu ki, belə işte valideyn övladı ilə dost olmalı. Yox, valideyn övladı ilə dost olmamalı. Hər kəsin öz yeri var. Məsələn, mənim valideynlər deyir ya da yazır ya da zəng edir ki, uşaq deyir 8-də oxuyur, telefon deyir, müəllim əlindən ala bilmirəm. İnanırsın, qaynar su tökülür əl başımdan. Yəni ala bilmirəm nə deməkdir? Yəni sən bu qədərmi aciz, bu qədərmi cılızsan, ay valideyn? Yəni 8-də oxuyan uşaqdan necə ala bilmirəm? Qız ya da oğlan fərqi yoxdur. Bəlkə onu almaq ona sərf eləmir. İşte məsələ də odur. Mən deyirəm ki, yaxşı bax, yəni ala bilmirəm ayrı da, yəni niyə deyir ki, axşama kimi telefonla oynayır. Deyirəm ki, bu mənzərədəki tək problem uşağın axşama kimi telefonla oynamasının bayaq dediniz, valideynlərdədir problem. Yəni uşaq əlbəttə ki, telefonu almasan oynayacaq. Yəni niyə də oynamasın ki? Həqiqətən də telefon maraqlı deyil deyən adamı psixoloqa aparmaq lazımdır. Yəni bunu zarafatla deyirəm. Bəlkə valideynlərə elə terapiya məncə uşağa yox, valideynə lazımdır. Mənim bir çox uşaqla olan terapiyalarım bir seans olub. Tural bəy. Birinci seans zaten valideynlə olur. Nə problemdə onu danışır. Mənim uşaq olmadığı yerdə. İkinci seans uşaqla olur. 2-dən sonra davam eləmir. Deyirəm ki, onlar sizlə davam eləyək. Çünki uşaqdır da bu yəni. Uşaq zaten səhv eləməyə meyillidir. Uşaq elə zaten yəni onun o qərar vermə mexanizmasında neçə maddə var ki, onları süzgəçdən keçirsin və qərar versin. Yəni uşaqdır da bu. Uşaq zaten belə qərar verməlidir. Yəni biz necə formalaşır? Yəni biz istəyirik ki, uşaq hər zaman düzünü eləsin. Bütün aqressiyamızı ona tökürük. Yəni bütün bayaq siz demişdiniz, xəyallarımızı onun üzərinə tökürük. Nə bilim, qayğılarımızı onun üzərinə tökürük. Gələcəksən mən baxarsan. Elə universitet kimidir, amma biznes kimi indi pul qoyum, gələcəkdə o mənə gətirsin. Valideynin gücü çox abartılmır, türklər demiş. Nə mənada? Məsələn, biz uşağı tək böyütmürük də, uşağı cəmiyyətlə bir yerdə böyüdürük. Bəli. Televizor izləyən, televizordakı o məişət məsələlərini gündəmə gətirən və ekranlara daşıyan adamları izləyən 5 müəllimdən yəqin ki, 2-3-ü cəmiyyət ortalamasını götürsək də, inşallah ki, belə deyil. İzləyən müəllimlərlə 8-9 saat vaxt keçirir uşaq. O cəmiyyətin yetişdirdiyi valideynlərin o uşaqları gəlir bunun ətrafında oturur. Təhsil sistemimizlə bağlı məncə bir şey deməyə ehtiyac yoxdur artıq. Demək belə ehtiyac yoxdur. Bu sistemdən bir valideyn axşam işdən yorğun arğın gəlir. Çox abartılmırmı türklər demiş. Yəni nəyə bilərik ki biz? Nəyi dəyişə bilərik o axşam uşaqla 20 dəqiqədə, yarım saatda? Birincisi bunu yenə türklər demiş, mən deyim, küçümsəməməmiz lazım ki, kiçik görməməmiz lazım o 20 dəqiqəni. Bu nə yaxşı bilirsiniz, biz Avropa üçün həmişə nə işlədik? 18 yaşa kimi baxırlar, 18 yaşından sonra ata uşağı çölə atır, deyir ki, ya bu otağın kirasını verməlisən ya da gəlib özünün başın çarəsinə baxmalısan. Mənim bakalavr təhsilimi Türkiyədə almışam. Orada Melanie Brooks adlı, yaddaşım yaxşı deyil, amma müəllimə adı yadımda qalıb. Melanie Brooks adlı bir Amerikalı müəlliməmiz var idi. Yəni qadının duruşu belə bizə dərs verdi, yəni bir çox şey. Çox həqiqətən tam bir pedaqoq idi yəni. O bizə demişdi ki, mən 18 yaşımda evdən çıxmışam. 18 yaşa qədər, 18 yaş bizdə məsəl üçün 35-36, 30 küsürlərdəyik də belə deyək. Hələ də valideynin qayğısı əli üzərimizdən çəkilməyib. Yəni çəkilməsin də müəyyən mövzuda o ayrı məsələ, amma o qayğılar eyni miqdarda davam edir də, get-gedə azalmır belə. Tərs mütənasib deyil. Uşağın yaşı artdıqca azalmır. Orada düz mütənasib gedir, təəssüf ki.
Belə baxanda onun valideynləri pis valideynlər. Düzdür, 18 ildə nə qədər yetişdirə bilərsən ki, 20 dəqiqədə nə fərq. Amma 18 ildə elə yetişdirib ki, ondan sonra zaten həyata buraxanda o gedib öz başının çarəsinə baxa bilir. Biz 20 dəqiqə də həmin o məsələdir. Biz onsuz steril bir mühitdə uşaq yetişdirə bilmərik ki, zaten yaxşı ki elədir. Steril mühit o deməkdir ki, evdən heç çıxartmaman lazım, heç məktəbə də göndərməmək lazım, distant təhsil alması lazım ya da işte online və s. Buna da ehtiyac yoxdur. Düşərgədə belə biz uşaqları seçib götürmürük, amma ora uşaq göndərən valideynlərin aşağı-yuxarı düşüncəsi, duyğu düşüncəsi eynidir, düzdür? Məsələn, Səma xanım paylaşıb, onu izləyənlərdən gələnlər də olub yəni. Yəni göndərən uşaq, yenə də uşaqlar fərqlənə bilir. Orada da tam steril mühit yoxdur. Fiziki ya da verbal bullying yoxdur. Şifahi, sözəl ya da şifahi ya da fiziki bir bullying yoxdur. Amma hər uşağın tərbiyəsi eyni deyil. Eyni çadırı paylaşırlar. Məsələn, deyək ki, çadır düşərgəsidirsə ya da deyək ki, nə bilim, yataqxanası və s. eyni otağı paylaşırlar. Biri sərgəsizdir, biri sərgəlidir, biri disiplinlidir, biri gec yatır, biri tez durur və s. Bu şeylər var. Orada uşaq hər şeylə mübarizə aparmaq üçün yetişir. Bayaq Tural bəyin dediyi kimi işte oyunlarda uduzur bir də başlayır, sonra gələcəkdə işə ilə möhkəm sarılır, komanda yoldaşlarına, iş bölgüsü falan. Bunlar zaten normal həyatın olması gerəkənlərdir. Və bu dünyanın hər yerində belədir. Biz pis bir millət deyilik. Və həmişə deyirəm ki, bizim nə oldu? Bizim qanımız da pisdir, Almandakı yaxşıdır. Sadəcə bizdəki niyə çoxdur bilirsiniz? Bizdə dövlətin müdaxiləsi yoxdur. Biz dövlətin dəstəyini almırıq. Məsəl üçün bizim kamplardan birində bir İsveçli qız uşağı var. Elizabeth, mən onunla bağlı bir uzun bir post paylaşmışdım deyəcəm. Zaten postlarım uzun olur Facebook'daki. Elizabeth'in hər kəsə dedim ki, heç kəsin yemək seçmə uşaqlara şey vermirdik. Yəni hamısı zaten keyfiyyətli bişir, təbii bişir, rayon yerdir və s. Amma bir Elizabeth desə ki, mən mərci yeyə bilmirəm, bunu anlamaq olar. Məsələn, kənd toyuğu yeyə bilmirəm desə, onu anlamaq olardı. İsveçdən gələn uşaqdır. Elizabeth heç nəyi seçmədi. Gələrkən düşərgəyə gəlmək məqsədilə gəlməmişdi. İsveç yeməkdən söyle. Mən də Elizabeth olsam mərcini bilsiz necə yiyərəm. İsveçdə böyüyən bir Elizabeth üçün yəqin ki, ora daha yaxşı olardı. Kartoşka balıqdan yazıq uşaq. Rəngə qapalı. Yaxşı ki, biz balıq yemədik. Sap sarıydı bu arada. Sən Netflix'də işi görürsən. Yeməkləri yaxşı deyil də. Hər iki videonuzdan birində Əli bəy belə bizim videolar deyə bir şey çəksəz mən gələ bilərəm. Yəni. İzləyici müşahidəsi və s. Elizabeth'in burada olma səbəbi, Elizabeth atası anası ayrılıb, anası başqa bir adamdan həyatda ailə qurub, bir qardaş da vardı, William adı, o gəlməmişdi düşərgəyə, amma o da buradaydı. Sonra ögey atadan şiddət gördükləri üçün dövlət o uşaqları ailədən almışdı və İsveçdə yaşayan Azərbaycanlı bir ailəyə vermişdi. Ki siz uşağa və o uşaqlarla biraz danışsam qəhərlənə bilərəm. Uşaqlar tez-tez gəlib həmin o xanıma sarılırlar ki, nə yaxşı ki sən varsan. Və o xanım da Azərbaycana dincəlməyə gələndə uşaqların birini göndərmişdi düşərgəyə. Türklərimiz biz olur. Baxın bu məsələ işte bu demək ki, bu şeylər orada da var, yoxdur deyil, amma orada möhtəşəm bir dövlət müdaxiləsi var. Dövlət deyir ki, ola bilər sənin övladındır, amma mənim vətəndaşımdır. Mənim nəqliyyat vasitəmə minəcək, mənim məktəbimdə oxuyacaq, mənim iş yerimdə işləyəcək, mənim insanlarımın olduğu cəmiyyətdə olacaq, istədiyin kimi yetişdirə bilməzsən. Axı bizdə belə bir misal var, deyirlər ki, uşaq özümdür, nə istəyirəm eləyərəm. Hətta müəllimə deyir ki, uşağa əti mənim, sümüyü sənin, yəni onunla nə istəyirsən davran, elə bil ki, valideynisən, vura da bilərsən, döyə bilərsən, tək oxusun. Bizdə cəmiyyətdə əgər bir gün qapısını döysələr və sosial işçilər gəlsə ki, bu uşağı burada şiddət görür və o uşağı götürəndə siz o dramanı təsəvvür edirsinizmi? Drama ola bilər. Yəni, mən əminəm ki, manipulyasiya olacaq. Xoşqədər xanım bir tərəfdən çıxacaq, Zaur bir tərəfdən, Elgiz bir tərəfdən gələcək ki, siz niyə onun uşağını alırsınız onun əlindən? Arada doğuşla mahnı oxuyacaq. Arada və elə bir dramatik bir situasiya yaradacaqlar ki, yaxşı niyyət amansız niyyətə bənzəyəcək ki, indi biz uşağımızla yüksək səslə danışa bilmərik. Yəni belə burada Əli bəyin üslubuna qoşulacağam. Bizim dövlətin qoyduğu qərara kim belə etiraz, drama eləyə bilər? Bizim dövlət şeylər demirəm. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Tək oturmaq istəyən orada. Yox, yəni yaxşı üslubunuz var, mən də deyirəm.
Kim etiraz edə bilər? Yəni bu günə qədər çox qərarlar verilib. Məncə, yəni o qapıya sadəcə sosial hansı müəssisəsi, onun işçiləri yox, polis də gəlməlidir yeri gəlsə. Yəni orada da məsələ dövlətin müdaxiləsi olsa, yəni burada mənə elə gəlir ki, o məsələlər bəlkə ilk başlarda ola bilər. Həmişə bu misalı verirəm. Almaniyada, Avropanın bir çox yerində elədir. Almaniyada şəxsən özüm də görmüşəm. Hansı ki, bileti alırsan, bir basmırsan harasa, keçib oturursan. Bu tətbiq olunub tam formalaşana qədər 114 nəfəri gülləliblər. Avtobusa miniblər polis, biletlər yoxdur, salbraşı orada. Həmişə deyirəm ki, 114-cü adam kim idi görəsən də, yəni niyə 114-ə qədər gözlədin? Bir şeylər məcbur ediləndən sonra, artıq bir yerdən sonra bir jenerasyon onu, bir nəsil onu görəndən sonra ki, bu belədir, ikinci nəsil artıq onu müşahidə edir ki, bunlar belə nəsə qaydalara riayət edirlər, biz də eləməliyik. 5 ailədən o uşaq alınsa Tural bəy, 6-cı ailə artıq uşağını döyməyəcək. 7-ci ailə müəllimə deməyəcək ki, istədiyiniz kimi əti səni sümüyü mənim, ya da uşaq mənimdir, özüm bilərəm deməyəcək. Yəni. Siz onu necə reallaşdıracağını təsəvvür edirsiniz? Yəni, bu hansı formada reallaşa bilər? Niyə görə deyirəm? Çünki məhkəmə icraçıları, onlar məhkəmə qərarlarının icrası ilə mükəlləfdirlər. Əli də demişkən məhkəmə mükəlləfdirlər. Məhkəmə icraçıları məhz o ailələrə ki gedəndə, evlərə gedəndə ki, məhkəmə qərarları icra olunmalıdır. Tutaq ki, ev boşaldılmalıdır, uşağın kimdə qalması ilə bağlı məsələlər olanda inanılmaz, yəni biz indi onu o qədər də çox sosial mediada falan da görmürük. Məhkəmə icraçıları işləyən şəxslər, icra nümayəndələrində işləyən şəxslər bunu təsdiqləyə bilərlər. Onlar çox böyük manipulativ şeylərlə rastlaşırlar. Bir dəfə bir yol polisinə söhbət edirdim. Dedi ki, adam yaxınlaşdı, posta saxladıq onu. Adam sərxoş idi. Biz dedik ki, sərxoşluğun müayinə eləmək lazımdır falan. Sakitcə bizi dedi, yaxşı. Sonra getdi, açdı bagajı, açdı bir dənə belə yanacaq şeyindən, benzin tökdü üstünə ki, sən mənə şəhərliysən, bu da gözümü yandırıb sənə şeyə salacağım, şərə salacağım və s. Və onun ətrafındakı insanlar da, yəni maşınında toya gedən adamlar da ona dəstək idilər. Yəni nənəsi, babası, Avropa cəmiyyəti, yəni tarixi inkişafını götürəndə tamamilə fərqli bir cəmiyyətdir. Yəni onların həm dinə münasibətləri, həm dövlətə münasibətləri, qaydalara, qanunlara olan münasibətləri tamamilə fərqlidir. Biz, bəli, qanımız pis deyil və pis millət də deyilik demirəm ha. Sadəcə bizim yetişdiyimiz şərait bu Çar Rusiyası. Bundan öncəki xanlıqlar, Səfəvilər dövrü olsun və ya digərləri olsun. O xalqın içərisində, o DNT-sində əşya, yəni həyat yoldaşına əşya kimi yanaşır da. Arvad aldım deyir. Yəni ailə həyatı qurdum, sevdiyimlə qovuşdum demir. Arvad aldım deyir. Uşağa əşyası kimi yanaşan adama dövlət gələndə ki, bunu artıq biz özümüz tərbiyə edəcəyik. Sanki onun mülkünə, şəxsinə müdaxilə kimi qiymətləndirəcək və mən təsəvvür edə bilmirəm ki, onu biz necə reallaşdıracağıq. Məsələn, sizin təsəvvürünüzdə necədir, onu biz necə edəcəyik? Mən burada iki məsələ var burada. Bir, dövlət buna necə xəbərdar olacaq? İkincisi, dövlət buradan onu əlinə necə alacaq? Bəli, bizim cəmiyyət üçün övlad çox həssas bir nöqtədir, o qarnımın boş hissəsi deyirlər, boş hissə, yəni zəif bir nöqtəmizdir. Amma bax, görürsünüz, deyirəm amma özümdən tərs düşürəm. Yəni qarnımızın boş yeri, zəif yerimizdir. Amma eyni zamanda uşağa yer gəndə çırpa bilir, döyə bilir, umurunda deyil uşaqla vaxt keçirmək və s. Amma kimsə toxunmasın. Sadəcə fiziksel olaraq qoruma, özüm edeyim. Mən burada hətta deyərdim ki, çətini dövlətin xəbərdar olmalı. Məsəl üçün, mən qonşumda kimsə uşağı döysə, şiddət göstərsə, uşağını ya da yoldaşını döysə, məsəl üçün, mən polisə zəng eləyərəm. İndi buna pis baxarlar sözsüz ki, amma çox da umurumda deyil. Çünki mən məsələnin mahiyyətini bilirəm ki, kimisə mən nəsə deməyi çox da önəmli deyil. Bir kərə heç kəs üzümə qarşı onu deməyəcək, 3 gün deyərlər, maksimum 4-cü gün deməyəcək və s. da cavabını alacaq deyəndə. Amma mən bilirəm ki, o uşağın həyatı orada məhv ola bilər, polis gəlib oradan onu almalıdır. Amma bir çox insan bəlkə də götürsək bugün 100 nəfərin 51-i deməyəcək. Deyir, yox, ailə içidir, qarışmaq və s. Məncə çətini budur ki, insanları maarifləndirmək ki, ay insanlar, görəndə ki, qonşunuzda, qohumunuzda kimsə uşağını döyür, lütfən polisə xəbərini gəlsin, götürsün. Bu məsələnin bir tərəfi, hansı ki, məncə düşünürəm ki, dövlətin xəbərdar olmağı daha çətindir, nəinki almağı. Götürmək məsələsi gəlsə, cinayət işləyən bir adamı polis gəlib evdən necə alır?
ala bilir düzdür. Təbii Lazım olsa qapını döyür, xəbərdarlıq aç, açmayanda qırır. Yəni bu dünyanın hər yerində belədir, belə də olmalıdır onsuz da. Bu şəkildə eləməlidir. Ona görə deyirəm ki, o Almaniyadakı 114 nəfər bizdə heç 114-də ehtiyac yoxdur. Yəni 14-də olay bitər yəni. 14-də hamı deyər ki, qonşunun götürdülər uşağını, vallahi bizimkini də götürərlər. Burada xəbərdar olmaq daha çətindir. Çünki dövlət hər zaman dünyanın hər yerində ən güclüdür. Dövlətə dövlətlik edilməz və s. və s. Bu yaxşı ki də belədir. Çünki hər yerindən qalxan bu səfər özündən bir hoqqa çıxarardı. Məsələ xəbərdar olmaqdır. Burada da nədir? Qonşu deməz, amma burada iş düşür müəllimlərə. Mən bir müəllim olaraq bilirəm ki, həmişə ən çox istifadə edildiyim sözdür. Mən deyəndə ki, düşərgələrdəki ən əsas, ən böyük məqsədin, ümdə məqsədin nədir deyəndə deyirəm ki, uşaqları görmək. Fiziksel olaraq təbii ki, görürük. Yəni uşaqları onu görmək lazımdır. İçində nə var, nə bilim, beynində nə var, evdə nə problem var. Yəni bir müəllim olaraq bunu, müəllim olmasaydım bunu deyə bilməzdim. Deyər də ki, danışırsan da heç sinifdə olmamışsan. Amma müəllim mən bilirəm ki, o uşağın oturuşundan bilirsən ki, acdır, evdə dalaşıb, gəlib, evdəkilər dalaşıb, o üzgündür, nədir və s. və s. Yəni, sən də onu dirəşmirsən, riyaziyyət soruşsan, umurundadırmı riyaziyyət o uşağın? İndi bu da məsələ var. O tip valideyn, müəllimlər, çox üzr istəyirəm, onu şey deyə bilər. Yəni, məsəl üçün, valideyn müəllim bilsə ki, bəli, məsəl üçün, valideyn bilsə ki, qonşum deməz, amma məktəbdən deyirlər ki, məktəbdə də bir şəkildə bilinər. Bu bir şəkildə yenə də gizli qalanlar ola bilər. Bu səfər uşağını, nə bilim, təhdid edirlər ki, məktəbdə deməyərsən və s. Bu illa ki gizli qala bilər, amma heç yoxdan çox daha yaxşı olar. Bax, yaxşı demirəm, çox daha yaxşı olar ki, o tip insanların əlində qalmır. Bir yerdən sonra o valideynlər də... Çünki biz, baxın, cəmiyyəti %100 qurtarmaq kimi bir ehtimalımız varmı? Yoxdur. Sinifdən 20 dənə uşağı mən düşünürəm ki, bilirəm ki, 20-sini də eyni eləyə bilməyəcəm. İstər texniki olaraq məlumat ötürmək, istərsə də formalaşdırmaqda, yəni təlim-tərbiyə mənasında eyni olmayacaq. Təbii ki də millətdə elə olmayacaq. Burada zaten o dövlətin o qətiyyətli, kəskin qaydalar durur. Yəni tərbiyələnməyən insan nədənsə qorxmalıdır. Deməli, polis əməkdaşları, rayon polis əməkdaşları məktəblərdə müəyyən qədər bu sahə inspektorları və uşaqların təlim-tərbiyəsinə məşğul olan şəxslər məktəblərdə müəyyən bir aktivlik edirlər. Yəni uşaqların davamiyyəti, bu uşaq neçə gün dərsə gəlmir, niyə gəlmir və s. maraqlanırlar. Və çox maraqlıdır ki, bunu həm də sosial şəbəkədə polis artıq bizim məktəbimizə də müdaxilə eləyir, nə bilim, jurnalı yoxlayır, davamiyyəti yoxlayır, bu başqa şeylə məşğul olmalıdır deyən adamlar da peyda olur. İndi dediyinizə bu mövzu belə çox maraqlı mövzudur. İnkişaf elətdirərək. Uşağa qarşı şiddət dedikdə meyar nədir? Vurmaqmı? Yoxsa köpək oğlu, eşşəyin balası və s. kimi sadəcə özü üçün belə dırnaq arası. Mən nə deyirəm? Bizim ağzım öyrəşib də söyürəm. Sadəcə söyürəm. Söyəndə də köpək oğlu deyəndə özümü söyürəm də onu söymürəm ki. Bu cür yumuşaldır özünün təsiri. Yəni burada söhbət nədən gedir? Meyar nə olacaq? Nə ola bilər ki? Vurmaqmı? Qışqırmaqmı? Təhqir eləməkmi? Nə bilim, küncə qoymaqmı? Nə bilim, qaranlıq otağa bağlayıb saxlamaqmı? Uşaq zaten bunu daha çox müəllimi ilə bölüşə biləcək ya da dostlarla bölüşəcək. Sizcə bu sahiblik məsələsi deyil. Məsələn, almanlar elə deyirdiniz. Alman filosoflarının sahiblik fəlsəfəsi üzərində 10 illiklərlə boyu fikir alış-veriş edib işləyiblər. Bizdə bir fəlsəfə düşüncəsi axını yoxdur. Deyəndə ki, niyə bədii ədəbiyyat oxuyursunuz, gedin fəlsəfə oxuyun, 4-5 dəfə fəlsəfə anlayışını cücərdək ölkəmizdə xətirlənə dəyir ki, bədii ədəbiyyata söz deyirik. Məsələn, sahiblik anlayışı belə ölçülür də. Biz Amerikada stəkanı gedib masanın üstünə qoysam, gedib sifariş versəm kassada, o masanın sahibi mən deyiləm. Gəlib oturacaqlar masada. Deyəcəklər ki, bu sahiblik deyil. Ya da məsələn, əvvəl Bakı Naxçıvan reysində oturacağın nömrəsi sənin o oturacağın sahibi olduğunu göstərmirdi. Xala gəldi əlində diri toyuqlarla zalan otururdu orada. Ayaq üstə gedirdi. Yanına da otura bilmirdi. İndi amma oturacaq sahibliyimiz gəlib. Növbə sahibliyimiz gəlir. Biz məsələn Bakını evimiz kimi görürükmü? O ağacı sahibi kimi. Biz ağacın sahibi dövləti görürük. Siyasi şəxsi görürük. Siyasi iradəni. Amma sən ağacın sahibi olsan, sən qoymarsan o ağacı gəlib kəssinlər. İndi bizdə cəmiyyət o uşağın sahibi deyil. Cəmiyyət uşağın sahibi deyil. Sahibi
olsa, məsələn biz deyirik ki, filan şeylər Skandinav analar uşaqlarını bayırda, kafenin bayırında saxlayırlar, bilmirəm orada şey. Yox, uşağın sahibi ana deyil. Cəmiyyət öz uşağını orada toxunmayacaq. Sahiblik anlayışı. Bizdə hər şeyin sahibi bir dini problem var. Hər şeyin sahibi Allahdır. Və hər şeydə ona buraxırıq. Hər şeydə ona buraxırıq. Sahibsən, yedur da. bir o məsələ var. İkincisi də ki, Mən inanclı birisi olaraq bu fikrinizdən razılaşmayacağam. Əlbəttə ki, hər şeyin sahibi, bütün mülkün sahibi odur. Əslində yaxşı bir şeydir. Niyə? Çünki bu səfər mənim o bir şey üzərindəki iddiam azalır və dolayısıyla onun üzərində ancaq mənimdir deyə bilmirəm. O məndə, onun günahı yoxdur burada. Bu nə yaxşı, yəni məsəl üçün qaydalar var, problem qaydalara riayət eləməyəndədir, qaydanı qoyanda deyil. O sahibkarlıq məsələsi də cəmiyyət hamı sahib çıxır, ağaca da, daşa da, quşa da, hər şeydə. Bu məsələ biraz daha maarifləmə məsələsidir. Yəni biraz daha yuxarı səviyyədə intellekt səviyyəsidir. Yenə deyirəm, bu o demək deyil ki, başqa millətlər bunu tam o səviyyəyə çatıb. Sadəcə dövlətin müdaxiləsi, oradakı çatan çatıb, çatmayan da mən idarə edəcəm. Hə, bir nəsil, məsəl üçün bir nəsil düşünün ki, Azərbaycanda qırmızı işıqda keçmir, yerə zibil atmır və onların uşaqları da görür ki, atam atmır, anam atmır, mən də atmamalıyam. Əmin ol, bir dənə o bir nəsli təmizləyənə qədərdir. İşte bir nəsil də öz xoşundan olmayacaq. İnsan övladı ağlı var deyə təhlükəlidir. Ağlı var deyə insan təhlükəlidir. Çünki hər zaman daha pisini, daha nə bilim qısasını, daha özünə faydalısını, mənfəətlisini düşünəcək. Gələk o ölçü məsələsinə ki, ölçü nə olmalıdır? Döymək, söymək və s. Quran-ı Kərimdə deyir ki, sizə zərərli olan şeylər haramdır. Yəni bu ümum bir düsturdur. Yəni artıq nə zərər verirsə, çox yatmaqda zərər verirsə, nə bilim çox soyuqda başı açıq qalmaqda zərər verirsə və s. Burada da uşağa travma verən, uşağa zərər verən hər nədirsə, hətta bax uşağı fiziki döymək zaten zərər verir. Deyək ki, bullying ya da işte mobbing o da zərər verir, uşağa təhqir etmək də zərər verir. Hətta heç uşaqdan kənar qalan ana-ata arasındakı mübahisələr, dalaşmalar, qırışmalar da uşağa zərər verir. Bu məqamda belə uşağa dövlət müdaxilə etməlidir. Çünki uşağın gördüyü 3 valideyn var. Elmir Təhməzov sizdə qonaq olub, o demişdi, hətta o da onu demişdi ki, bir uşağın anası var, uşağın atası var, bir də onlar arasında olan münasibət var yəni. Yəni uşaq orada doğru bir münasibət şəkli görmürsə, gələcəkdə özü də doğru bir münasibət qurmayacaq və zaten oradan aldığı, bir uşaq nə istər? İstər ki, anası, atası bərabər mehriban və s. O uşağı yenə oradan almaq lazım ki, siz nə vaxt ki, düzələcəksiniz, adam olacaqsınız ya da ayrılacaqsınız, bu zərəri verməyəcəksiniz uşağa, o zaman siz uşağı qaytaracaq. Yəni o ölçü üçlüdür, yəni sadəcə fiziki ya da verbal yox, hətta uşağa toxunmayan. Siz dövlətə sübut eləməlisiniz ki, o uşağa yetişdirilməsində bundan sonra daha diqqətli davranacaqsınız. Yəni dövlətə bunu sübut etmək lazım olacaq. Orada artıq müəyyən terapiyalara tabe tutulur da o insanlar. Gedirlər terapiyalara, ondan sonra müəyyən testlər və s. Ondan sonra artıq psixoloji test şeylərə keçirlər, terapiyalardan keçirlər, seanslardan keçirlər. Baxır ki, adamın özündə də problem var yəni. Özündə problem var, hansı ki özünü idarə edə bilmir. Ondan sonra artıq bəlli bir həmin o müəssisədə qərar verəndən sonra ki, dövlətə ki, bu adam artıq əvvəlki... Baxın, yenə sistem buna şey eləyəcək də, minimal əmək haqqı 400 manatdır. Minimal aliment 180 manata çıxıb. Azərbaycanda yoxsulluq səviyyəsində, yəni bir adamın yeməliyəm ki, ölmüyüm 235 manatdır. 235 manat üstə gəl 180 manat mən bu adama ayırsam, 400 manat da minimal əmək haqqı alır. Bu adam 15 manat, 20 manat hardan tapsın. Yəni sistemin, mən ona görə belə beynimdə təsəvvür etməyə çalışıram. Finansal olaraq, nə olaraq çox böyük bir şeylər dəyişməli deyə bizdə. Çox böyük dəyişməli. Ona görə də siz bu podkastı eləyirsiniz. Ona görə də biz o podkastı eləyirik. Ona görə də dünən bizim mərkəzdə valideynlər klubu var. Onlar gəlmişdilər ki, bir neçə nəfər Nailə Həsənzadə və Aynur Hüseynli səhv eləmirəmsə adlarını inşallah düz dedim. Xanımlar valideyn klubu qurublar və onlar artıq çalışırlar ki, insanları maarifləndirsinlər və s. və s. Ona görə biz üzərimizə eləməmiz gerəkən vətəndaş kimi 5-dirsə, biz bu dəqiqə 15 eləməyə çalışırıq. Çünki siz deyirsiniz ki, Önər sabah filan kəslə iş yoldaşı olacaq, siz mən öz övladım Fikdaşın filan kəslə qrup yoldaşı olacaq. Onlara da bir şeylər eləməmiz lazım istəmirəm. Çünki tək xoşbəxtlik deyə bir şey yoxdur da. Yəni
Mən tək hər şey bombadır, əladır. əladır. Məqam var. Biz indi bu uşaqlardan danışırıq. Biz Azərbaycanda qadına şiddəti həll edə bilməmişik. Yəni il olub 2025. Biz ən primitiv şeyi izah etməyə çalışırıq. Sonuncu Əlixanın bu Sifariş qısa metrajlı filmində Necə idi? super. Hə. Oradakı o qadın fərqli döyülməsi, rəyləri var, qadın döyülməsi məsələsində ki, deyir nə fərq var, deyir yumruqla vurur. Vurur da bizim yağ kanistrımızla vursun onu. Yəni qadına şiddətə qarşı çəkiləcək video çarxda qadın qalmışdı bir kənarda, onu nə ilə vurulacaq və nəyi qusacağını, qan mı qusacaq, başqa şey mi qusacaq, onun müzakirəsi gedirdi. Yəni göstərilən mesaj o idi ki, hətta qadına şiddəti müzakirə edə biləcək adamlar belə yenə qadının şiddətini yox, orada olacaq başqa şeyləri və ya qadına şiddəti, yəni istər mental şiddəti tərifləyən bilirsən nə qədər hal-hazırda cəmiyyətin hörmət elədiyi. onu demək istədir. Yəni deyir ki, yaxşı at özünə qamçı vurdurmaz kəlməsi bu Azərbaycan dilində var. Xalq məsələ deyil, bu sadəcə ara məsələdir. Bu kəlməni biz qadağan etməyincə özümüzə davamlı olaraq günah öləndədir. Allah bilir nə eləmişdi ki, vurub öldürdü. Yəni istənilən cinayət hadisəsində kimsə öldürülür, kişi qadın fərq eləməz. Deyir ki, Allah bilir nə eləmişdi. Amma tutaq ki, heyvana qarşı şiddət olanda o pişiyi, tutaq ki, Sumqayıtda pişiklərlə şiddət edən bir yeniyetmə saxlayıblar. O pişik nə eləmişdi ki ona görə? Yəni burada nəsə hardasa qırılıb. Mən tuta bilmirəm. Bu Sovet dövründə mi qırılıb? Ondan sonraki o 90-cı illərdə mi qırılıb? Bu 90-cı illərdə qırılıbsa niyə Estonda qırılmayıb, Latışda qırılmayıb, Polyakda qırılmayıb, Belarusda qırılmayıb? Elə gəldi, elə tap bizdə qırıldı. Yəni bu zboy harda gedib? Mən düşünürəm ki, biz ümumiyyətlə insandan çox şey gözləyirik. Yəni hər kəsdən çox şey. Yəni biz istəyirik ki, hamı eyni düşünsün. Hamı çox hümanist olsun, hamı qadına əşyası kimi yox, xanımı kimi baxsın, övladına insan kimi, fərd kimi yanaşsın. Bu olmayacaq heç vaxt. Və dünyanın heç bir yerində də elə deyil. Mən buna heç bir qətiyyən razılaşa bilmərəm, razılaşmıram. Dünyanın hər yerində də qadına şiddət var, uşağa şiddət var, heyvana şiddət var, pedofil var, nə bilim seri qatillər var. Məncə biz Azərbaycanda seri qatil yoxdur, yəni. Anaları qoymuraq ona. Yüzlərlə, 400-lərlə. Yəni mama icazə vermir ki, onlar. Bir də interval var. Oradan məsəl öldürür, 2 ay sonra geriyə öldürür. Bizdə 2 ay sonra onu bizə necə tutarlar? Yəni bu məsələ məncə çox şey gözləyirik, yəni gözləməmək lazım. Yəni burada iki şey aktiv eyni anda. Mən sistemi çox sevən bir adamam, planlamanı çox sevən bir adamam. Mr. Excel deyirdilər mənə. Əvvəlki iş yerimdə hər şeyi Excelləşdirim, sistemləşdirim. Çünki insan iradəsinə buraxmağın çox da tərəfdar deyiləm işi. Şəxsi həyatını özü bilər. Yəni özü bilər dedim, kimsəyə zərər verməyəcək müddətdə. Burada sistem məsələsi. Yəni iki şey paralel getməli. Bir, maarifləndirmə. Birisi məsələn deyək ki, uşağa deyir ki, filan şey eləmə. Amma nəzarətimiz üzərində düzdür, paralel gedir. Maarifləndirir ki, bunu eləmək olmaz, bu sənə zərərlidir, bla, filan səbəblərdən. Gerçəkdən zərərli bir şey. Amma nə edirik? Həm də nəzarət edirik. Eləməsək çünki uşaq da buraxa bilər, səhv edə bilər. Dövlətin də burada iki şey olması lazım. Maarifləndirmə. Siz nə qədər bayaq deyirsə ki, adam polislə məktəbə müdaxilə etməyə başladı deyilir. Hansı yaxşı bir davranış var ki, fərqi yoxdur, qaynağı nə olsun və ona mənfi qınaq gəlməsin. Ya siz podkast açmısınız da, insanları dəvət edirsiniz bura ki, faydalı olsun. Buna belə qınaq gələ bilər. Düz ən yaxşı, ən məsum hərəkətlərə belə qınaq gələ bilər. Fərid Mustafayev var, Şəkidə qaladan danışıb adamı söyürlər ki, sən niyə danışırsan? Fərid bəy tanıyıram, çox yaxın, çox da gözəl. Yəni adamı niyə söyürsən? Də Şəkidə danışır ki, bu sarayda falan şey var. O niyə söyürsən? Canım Fərid. Burada məsələ odur ki, iki tərəfli olması lazım. Yəni maarifləndirmə və yenə o dövlətin. Çünki başqa həll yolu yoxdur da. Yəni neyə bilərik yəni? Yenə deyirəm, tərbiyələnməmiş bir insan qorxmalıdır. Nədən qorxmalıdır? Kimisi dindən qorxur, kimisi dövlətdən qorxur. Məsəl üçün deyək ki, güclü fiziki cəhətdən çox güclü olan birisinin yanında çox rahat eləyə bilməyəcək bir hərəkəti daha zəifin yanında eləyir. Düzdür, niyə? Çünki o birisindən qorxur ki, bir şapalaqda məhv edər, bu amma onu eləyə bilməz. Yəni bu qorxu müəyyən yerdə ərəbcədə belə bir ifadə var. Havf və reca, qorxu və ümid. Kimisində ümid olmalıdır, kimisində qorxu olmalıdır.
Ya da hər kəsdə həm qorxu, həm ümid olmalıdır. Cəmiyyəti necə qorxu ilə idarə eləyir? Bu biraz Bax biz pandemiya dövründə biz olmaz dediyimiz hər şey oldu Tural bəy. Kim deyə bilərdik bütün dünya evə məhbus olacaq yəni. Kim deyə bilərdik biz saatla çıxacağıq çölə. Kim deyə bilərdik ki zibil atmağa polislə qaçacağıq. Çox komik videolar paylaşıldı o dövrdə, düzdür? Komendant saatı və s. Oldu bunlar. Biz bəlkə də illər sonra övladlarımızı bunu izah eləməyəcək. Vallah belə deyil, izah eləyib. Oldu bunlar. Necə oldu? O qorxu ilə oldu. Belə bir ki, sosial bir Mesaj... eksperimentin içərisindəyik. Bəli. Kimsə deyir ki, bütün dünyanı bağlayın. Və Dünyanı da bağlayırlar. Amma qəribə bir formada heç xəstəliyin qarşısını da ala bilmirlər. İndi isə misal üçün deyəcəm. İndi burada bir gəlmək istəyirəm həm də valideynlərin ideallaşdırdığı bir şeyə və ya cəmiyyətin ideallaşdırdığı bir şey ki, bütün xoşbəxtlik sərhəddən kənardadır, xüsusən Amerikadadır. Kaliforniyada yanğınlardır. Amerika prezidenti Biden Kamala Harrislə görüşür və öz aləmində ona zarafat edir ki, Azərbaycan o rusla bilir ki, zajgiti, yəni qızışdırın anlamında, amma gəlir çıxır ki, yandırın getsin. Ortalığı alova verin mənasında gəlir çıxışı. Və ya Amerikanlarda uzun müddət bir coğrafi anlayışların olmaması və ya zəif bilməsi, yəni o Amerikan orta məktəbin təhsili daha aşağı səviyyədədir, nəinki tutaq ki, hansı ali məktəblərin. Amma bu Azərbaycanda kimsə övladını xoşbəxt görmək istəyir, oxuyan görmək istəyir və Azərbaycanda artıq adam öz bir nöqtəyə çatıb öz xoşbəxtliyini misal üçün Amerikada axtarmağa başlayır. Amma son dövrlər həm psixologiyada, həm cinslər arası münasibətdə, həm rasizmdə Amerikadan gələn psevdo-liberal, bunu bu cür demək lazımdır, uydurulmuş bir bərabərlik təbliğ olunmağa başlayır və bu təbliğatın nəticəsində bu sirayət eləyir iş həyatına, biznesə, təhsilə və s. Dünən Web Summit Qətərdə bizim startupımız var. Web Summit Qətərdə iştirak edirik. Son dəqiqləşdirmə mərhələsindəyik. Sonuncu suala cavab verirəm. Sual belədir. Sizin founderlərin arasında qara dərili şəxs varmı? Qarşı mən Azərbaycanlıyam. Biz hamımız qarayıq. Yəni soruşdu. Arasında founder olaraq qara yoxdur, geyi bilmirəm. Yəni founder soruşdu. Sonra dedi ki, aranızda qadın founder varmı? Onu da soruşdu. Növbəti founder Cənubi Amerika, Mərkəzi və Şimali Amerikanın köklü sakinlərindən arasında olan founderləriniz varmı? Belə bir millətdən xəbərim yoxdur. Hə, yəni məsələ ondan ibarətdir ki, bir Roma imperiyası var. Yəni Amerika müasir Roma imperiyasıdır. Və onun diktə etdiyi heç bir elmə, heç bir qanuna, heç bir qaydaya sığışmayan bir tələblər var və bunu da artıq dərsliyə salırlar, nə bilim, elmi araşdırmağa çalışırlar. 10 günə gəlir Trump. Elmi, daha doğrusu elmlə manipulyasiya edərək, müəyyən bir şeyləri yeritməyə çalışırlar. Bu bizə yekunda necə təsir göstərməyə başlayır? Çünki indiki nəsil, bu Z generation dediyimiz, ondan sonra gələn alpha generation dediyimiz, onlar daha çox insan hüquqları və bərabərliyinə tərəfdar olan adamlardılar. Amma onlara da təsir edən bir şey var. Misal yenə çəkəcəm o misalı, amma yenə də bir şey çıxır. Gladiator 2 filmində bütün irqi və cinsi bərabərliyi qorumaq üçün absurduna gediblər. Bir Denzel Washington baş rollardan biridir. İlk dəfə bir rolu onu yaraşdırmadım. Bəli. Çox üzüldüm. Roma imperiyasında imperator olmağa cəhd edən zənci obrazı var. Qul alverçisi. Absurddur da. Yəni o Roma imperiyasının senatı arasında gəzə bilməzdi. Küçədə gəzə bilməzdi. O sadəcə evdən çıxmaqları qadağan edirlər. O qulu sata bilərdi. Yəni sadəcə tacir kimi mənim qullarım var, sata bilərdi. Sonra nə bilim, Kərkədanın üzərində gedən gladiator qoydular. Sonra Kolizeyə su buraxdılar. Suyun içinə akula, köpək balığı buraxdılar. Bütün o şeylərin içərisində tamaşaçıların arasında Roma vətəndaşları da, orada Roma vətəndaşları və ya plebeylər zənci deyildilər də. Yəni daha çox
bu və ya hansısa bir formadan Romanın başqa əyalətlərindən gəlmiş, amma ağ bənizli adamlardır. Orada Hindu, Yapon, Çin, bunlar inanılmaz dərəcə həm kinematografiyaya təsir edir, həm sənətə təsir edir, həm də axır yekunda bir sonda elmə də təsir edir. Psevdo elmlər yaranır və psevdo adamlar deyir ki, filan yerdə aparılmış tədqiqat deyir ki, bunu belə edə bilərik və bu belə də olmalıdır. Və heç kim də buna qarşı baş qoşmaq istəmir. Çünki orada cancel culture deyilən bir şey var. Ona qarşı çox pis aksiya başlayacaq. Məsələn, Sylvester Stallone artıq böyük filmlərə çəkilmir. Çünki o bir dənə ifadə işlətmişdi. Qadın yeri var, kişi yeri var. Yəni cins olaraq qadın var, kişi var. Bu onu dediyinə görə Hollywoodda filmə çəkilməyib. Sonuncu o çəkildiyi filmin IMDb reytingi 5.6-dır. Tulsa King var idi serial. 3-cü sezona uzadılmır. Deyiblər ki, cancel culture. Və ona görə artıq o adamlar danışa da bilmirlər. Bu bizə necə təsir eləyəcək? Mən əvvəla yenə vurğulayacağım. Sizin bir çox belə deyək də videolarınızı izləyirəm. Bu mövzuda çox kəskin bir duruşunuz var və bunu göstərdiyiniz üçün mən təşəkkür edirəm. Bax, çox səmimi deyirəm bunu. Təşəkkür edirəm. Nəyə görə? Çünki izləyici bir kütləniz var. Müəyyən kütlə tərəfindən qəbulda görülmüsünüz, savadınızla, gördüyünüz faydalı işlərlə və bunu da rənginizi bəlli edirsiniz. Çünki insanlar sizi niyə dinləyir? Mən dinləyirəm ki, formalaşım, daha da yaxşı formalaşım, falan şeydə öyrənim və formalaşarkən doğru nələrsə məlumat almaq çox önəmlidir. Ona görə mən sizə təşəkkür edirəm. İkinci məsələ də odur ki, biz bir dönəm Rusdan təsirləndik, sonra Türkiyədən təsirləndik, Türk demirəm, bax, Türkiyədən təsirləndik, indi Qərbdən təsirlənirik. Bu təsirlənmə hardasa normaldır, amma seçici olmaq lazımdır. Amma biz nə qədər seçici ola bilirik? Amma görünən odur ki, çoxluq etibarıyla seçici ola bilmirik. Çünki Qərbi nə kimi qəbul eləmişik? Həqiqətən uğurludular bir çox şeydə, biznesdə inkişaf edib, bəli, etalondur. Etalon olmağı da hardasa haqlarıdır, layiqdirlər ona. Bir müəyyən mövzuda. Bu mala qatmamaq sözünü çox sevirəm. Lorudur, amma çox xoşuma gələn bir sözdür. Çalışıram ki, bu həyatdakı ən böyük məqsədlərimdən birisi odur ki, mala qatmayayım. Bir nəfərdə belə olsa, falan kəsin falan şey yaxşıdır, falan şey pisdir, pis olsa da falan şey də yaxşıdır. Biz amma Qərbi olduğu kimi götürməyə çalışırıq. Elə birik ki, müasirlik, modernlik deyəndə bu iki söz bizi yıxır, bax. Müasirlik və modernlik. Falan şey eləyəndə müasir oluruq, falan şey eləyəndə modern oluruq, falan şey eləyəndə nə bilim işte cool oluruq və s. Burada seçici olmaq lazım, amma görünən odur ki, seçici deyilik yəni. Yəni orada xoşbəxtlik, ümumiyyətlə xoşbəxtlik çox belə bir uzun bir mövzu, bəlkə ona 4 video bəs eləməz. Yəni xoşbəxtlik çox başlı başına ayrı bir mövzudur. Xoşbəxtliyi məni xaricə gedib tapıb qalanlar da var ətrafımdan. Tapa bilməyib qayıdanlar da var. Bu nə gedən qalıb qalanı ayıblayıram, nə qaydanı ayıblayıram. Hələ ki heç vaxt ağlımdan keçməyib köçüb orada qalmaq. Bəlkə də bir gün ola bilər, amma çünki bəlli bir yaşdan sonra görürsən ki, falan şey heç vaxt eləmərəm deməmək lazımdır. Nə ki eləmərəm demişəm, hamısını qabağına bir quş qoya bilərəm, elədim artıq hamısını. Amma biz yox, o deyilik. Yəni valideynlər olaraq burada üzərimizə nə düşür? Yəni o necə ki, bayaq dedik, öz cəmiyyətimizdə hayküyə getmədən mahiyyətini fikirləşib, başda çox yaxşı bir sual soruşdunuz əslində ki, nə etməliyik deyə, mahiyyətini anlamamız lazım. Yəni elə necə ki, öz cəmiyyətimiz içərir. Məsəl üçün məktəbə qədər təsir bir müəllim olaraq mənə çox absurd gəlir yəni. Məktəbə qədər hazırlıq niyə olmalıdır yəni? Niyə uşaq 1-ci sinifə gedəndə hazırlaşmalı? Niyə oxumağı bilməlidir? Niyə oxumağı bilməlidir yəni uşaq? Amma düşünün ki, mən buradakı buna qarşı çıxan bir valideynəm və 1-ci sinifə gedəsi uşağım varsa, yoxdur hal-hazırda, olsa mən də məcburum onu eləmək. Niyə? Çünki gedəcək 20 nəfər uşaq sinifdə, bir dənə bizimki oxuya bilmir, hamı oxuya bilir. Bunun psixoloji travmaları və s. geri qaldı və s. Bizimki Allahdan məcburi hala gətirib. Bəli, məcbur hala gəldi. Yəni beynəlxalq məktəbdə oxuduğu üçün o problem olmadı 1-ci sinifdə oxuyanda. Bu hayaküyə gedib bunu eləmək. Eyni cəmiyyətdə, bu səfər bunu biraz daha qlobal düşünsək, yəni Qərbin hayına küyünə getməməmiz lazım. Burada o tərəziyə qoyacağımız çox amillər var. Fəlsəfəsini quranda qadın kişi, onlar qadın kişi Avropalılar bərabərdir çıxış nöqtəsi ilə çıxmamışdılar. Onlar deyirdilər ki, qadın kişi fərqlidir, onların fərqləri bərabərdir. Kişinin başı başqa cür işləyə bilər, bədən olaraq daha güclüdür. Bizdə o mala qatma var. Azərbaycanda çox təəssüf ki, bir çox gündəmdə olan danışan adam bəzi şeyləri demək istəmir. Çünki o seksist olmaqdan və yaxud da çıxan bu homofob şeylər. Ona görə mən sizə təşəkkür edirəm ki, açıq deyirsiniz. Sən hamı kimi qorxaraq danışsan, sən tupoy olacaqsan. Onların heç bir fikri yoxdur. Onlar hamı kimi düşünmək istəyir. Onlar çoxlu kitab oxuyur. Amma qadın kişi ilə bağlı fikir edəndə feministlər birdən mənəsə deyər, qorxur. Bu bir növ axmaqlıqdır.
hamı kimi olmaqlığı. Bu tələyə də düşməməlidir insanlar. Bu çünki o biri tərəfdən çıxan ağır tənqid, feminist tənqid, bu biri tərəfdə də ağır seksistlər yaradır. Hansı ki gənclərə birbaşa xitab eləyən adamlar çox seksist artıq danışmağa başlayıblar. Tək Azərbaycanda yox. Yəni mən təkcə Toğrul кейsini demirəm. ABŞ-ın özündə Elon Musk o qədər bu da dozasını artırmalıdır. Nə oldu sən danışanda olur, mən danışanda olmur. Amma mən cəmiyyətin ortalamasını yenə də dəyişdiyini düşünmürəm. Məsələn, o qədər sərt danışan seksist adamları blok elə. Azərbaycanda da bir 20-30 dəfə feminist var. Onları da bir daha blok elə Twitterdan, Instagram. Bitdi. Bütün o dava yoxdur. Bu cəmiyyətə keçmir. Get görə Gəncədə feminist davası var. Yəni məncə burada söhbət yalnız insan olaraq hüquqlarından gedir də. Bütün cəmiyyətin fərdləri, uşaqlar daxil öz hüquqlarından nə qədər istifadə edə bilirlər və onların hüquqları nə qədər təmin edilə bilir. Bərabər necə daha yaxşı yaşayaq bir yerdə necə yaşaya bilərik? Bir formada cavab tapmalıyıq. Ən əsas bərabərlik hər ikisinin insan olduğu və kimisə kimdənsə üstün olmadığı, yəni insandır da insan məxrəcində birləşmək. Bitdi. Uşaqdır, amma insandır. Qadındır, amma insandır. Biz əgər bu qədər fərqli xalq, fərqli kültür və multikultural nə qədər ölkə var bu qədər mədəniyyət. Mənim anam avardı, atam Azərbaycanlıdır. Məsəl üçün Balakəndə saysan bəlkə də belə bir fikirləşmədən saysan 5 fərqli millət saya bilərəm. Yəni heç vaxt bizim aramızda heç bir problem olmuyor. Yəni qız almaq vermək deyəcəm biraz qəribə çıxacaq bu söhbətin üstünə. Qız almaq. Atam avar alıb. Yəni indi o almaq vermək evlənmək deyək ki. Bunu bəli, bu bacaracaq potensial var. Sadəcə o kənardan gələn hayküyün azalması üçün ona görə çox səmimi deyirəm. Bu belə üzünə qarşı insanı təşəkkür etmək və də tərifləmək xoş bir şey deyil, bəlkə də xoşlamıram. Amma deməm lazım ki, yəni bu elədiyiniz şey çox təqdirə layiq bir şeydir. Köşə daşları deyirlər də türklər. Kimlərsə köşə daşlarıdır. Yəni elə insanlar var ki, çox dəyərli işlər görürlər, onlar ekranda deyirlər və s. Amma ekranda olan insanların məsuliyyəti 1-ə 5 artır və bunu demək lazımdır ki, bu belədir. Savad maşallah yaddaşınız, tarix bilginiz çox adam kimi döyər. Ona görə bu mövqedən çıxış eləməniz çox dəyərlidir. Baxın, bu həm də əmək bazarına təsir göstərir. Biz bəllidir ki, bizim orta məktəb təhsili əmək bazarı üçün uşaq yetişdirmir, adam yetişdirmir. Ali təhsil, yəni uşaqlar başqa bir proqramda təhsil alır, sonra isə başqa bir proqramla imtahan verirlər. Yəni bu mən bunu normal qəbul eləmirəm. Çünki məktəbdə hamı eyni cür təhsilini alandan sonra arasından kimsə yenə eyni proqramla gedib imtahan verib akademik təhsil ala bilər, digərləri isə digər həyatlarının digər işinə məşğul ola bilər. Biz əmək bazarına baxanda artıq görürük ki, orada müəyyən bir tələblər qoyulmağa başlayır ki, tutaq ki, işçilərin bu qədər faizi qadın olmalıdır. Sual, mənə lazımdırmı bu? Yəni mənim ehtiyacım varmı? Misal üçün, mən öz şirkətimdə qadın işçi istəyərəm. İşdə çünki daha məsuliyyətli olur, çox funksionaldır, eyni anda bir neçə işi görə bilir və mənim görmədiyim, kişinin görmədiyi estetik şeyləri görə bilir. Söhbət gedir yaradıcılıqdan. Amma elə iş var ki, orada kişi fokusu daha önəmlidir. Ora qadın qoymaq sadəcə əlavə o minimum əmək haqqını xərcləməkdən və onun DSMF ödənişindən başqa bir şey demək deyil. Yenə mahiyyət məsələ. Mənim hal-hazırda aktiv gördüyüm 2 işim var. Biri təbiət turizmidir, biri də təhsil mərkəzidir. Təbiət turizmi deyə kamplarla bağlı. Orada məsələn həm xanım var komandada, həm bəylər və demək olar ki, sayı aşağı-yuxarı eynidir orada. Eyni olur komandada. 8-9 nəfər oluruq, aşağı 5-ə 4 belə olur. Odun daşımaq lazımdır məsəl üçün deyək ki. Tonqalvat, hadi bakalım. Yəni getməlidir axşam qaranlıqda, meşədəndir, qaranlıq olur, biraz işıqlı olur və s. Bunun əlbəttə ki, bəylər daha yaxşıdır. Yəni burada bu bərabərlik danışmaq saçmalıqdır yəni. Absurd bir şey. Əlbəttə ki, xanımların məsələn uşaqlara yanaşmağı biraz daha fərqlidir. Pedaqoqlar empatiya daha yaxşıdır. Uşaqlar, qız uşaqlar məsələn ən azından onlar daha rahat danışır. Yəni bu təbiətin nə gərəkdirirsə, əslində bu dəqiqə o dünyadakı müəyyən axımlar insan təbiətinə tərs olan şeylərdir. Bir şeyi pozmaq üçün, bəli, yəni stəkan deyirəm ki, su içirik də qəşəng ki, başqa, yəni bunu çəkic kimi istifadə edə bilmərəm, bundan mismar vura bilmərəm. Yəni bunu zorlamaq onun təbiətini pozduqca bir şeylərdə sonrasındakı o ilk düymə kimi bu pozulursa digərləri də gəlir. Təhsil mərkəzində xanımlar daha çoxdur bizdə. Niyə onlar
daha uzun müddətli işləyə bilirlər. Yəni kişi müəllimlərin biraz daha fokusu tez dağıla bilir, başqa bir işə gedimmi, ixtisas dəyişimmi və s. Xanımlarda o şey yox, daha səbirlidirlər, daha uzun saatlar işləyə bilirlər, uzun saatlar deyim, bir neçə dərs ard-arda keçə bilirlər və s. Yəni bu təbiəti nə gərəkdirirsə, işin, peşənin təbiəti nəyi gərəkdirirsə, amma zorlama olsa, mənə kimsə desə ki, sən düşərgədə belə-belə eləyəcəksən, yəni mən ona məcbur eləsəm, bu səfər keyfiyyətim, xidmətimdəki keyfiyyət dəyişəcək. Qızıl Qlobusun təqdimatında aparıcı xanımın demək ki, ilk dəfədir ki, burada mükafat alınanda Tanrıya yox, özlərinə təşəkkür etdilər. Belə onu dinləyəndən sonra belə bir şey yarandı ki, sənə nə? Biz həm demokratiyanı, həm tutaq ki, idarə olunan demokratiya və idarə olunmayan fərq eləməsin. Orada da zaten idarə olunan demokratiyadır. Bu bir yaradıcılıq və kino mükafatıdır. İnsanlar yaradıcılıqlarına görə mükafat alırlar. Biri özünə təşəkkür edir, biri bəlkə də öz tanrısına təşəkkür edir. Məsələn, Yaponların daha çox rol aldığı serialda Yaponiyada sintoizmdə tanrı anlayışı yoxdur. Yəni onun təşəkkür etməsi üçün bəlli bir tanrı anlayışı yoxdur. Çünki onun üçün hər yer tanrıdır. Su da tanrıdır, külək də, bulud da və s. Amma onu demək ki, burada gördüyünüz kimi artıq ilk dəfədir ki, burada heç kim tanrıya təşəkkür etmədi. Mənə görə bu da artıq bir propagandanın, agitasiyanın bir növüdür. Mən demirəm, biz özümüzün dəyərlərimiz var, orada yığışıb qalmalıyıq, öz sokumuzda pişməliyik. Müxtəlif xalqlar var, müxtəlif öyrəndiyimiz fəlsəfələr var, onların hərəsindən yaxşı şeyləri əxz edə bilərik. Çox təəssüf ki, biz xalq kimi formalaşmamışıq da, hələ də hara gedəcəyimizi bilmirik. Yarımştat tamaşasını demişdik. Yəni, lap haça-paça qalmışıq. Bu keçid dövrü nədir, nə vaxt keçib gedəcəyik, biz bunu bilmirik. Amma bu propagandanın evimizin içinə girməsi üçün çoxlu vasitələri var da. Sosial mediası var, televiziyası var, radiosu var, podkastı var və s. və s. və s. Uşaqları yox. Biz özümüzü o propagandadan necə qoruyaq? Psixologiyamız, yəni sizin pasientləriniz var, sizə gəlirlər, hərəsi bir şeydən danışır. Swipe nəsli yetişib də. Yəni biz hər şeyi bir dəqiqəli Reelsdə, bir dəqiqəli Shortsda və xoşuma gəlmədi swipe-la yaşayır və elə bilir ki, həyat da swipe-dır. Bu olmadı, adamı swipe eləməyə çalışır da. Belə dedim, mənəvi olaraq, psixoloji olaraq. Biz özümüzü, məndə son sualdır bu, Əli də varsa əlavəsini edə bilər. Biz özümüzü necə qoruyaq? Uşaqlar başa düşür, əsas biz deyirik. Zaten özümüzü qorusaq, əslində uşaqlarda eləyəcək. Məsələn, orada bir haşiyə çıxıb suala qayıdacağım. Məsələn, xanımlardan bayaq danışdıq ki, xoşbəxt ana olması lazım. Məsələn, bəzən mən soruşuram analara ki, özünüzə aid zamanınız varmı? Yəni vicdan əzabı çəkməyin də lütfən. Yəni uşaqla maraqlanmadığınız vaxtlar üçün özünüz vicdan əzabı. O demək deyil, əlinə telefon ver, özündə istədiyini elə yox. Yəni lap uşaq qala bilər ata ilə, nənə ilə, baba ilə, kimləsə, sən də çıxıb biraz rahatlaşa bilərsən. Biz o gözəl bir söz var, deyir ki, inandığını yaşamazsan, yaşadığına inanmağa başlayarsan. Mənə elə gəlir ki, bizim o şəkildə düzgün formalaşmamız üçün o swipe məntiqi ilə deyil də normal, öncə nəyə sahib olduğumu, nə olduğumu, kim olduğumu bilməm lazım və ondan sonra ondan utanmamam lazım. Məsəl üçün, bayaq qəşəng vurğuladınız ki, işte Tanrıya deyil, özlərinə təşəkkür edədilər. Bir propaganda var, yəni sanki ona ehtiyac yoxdur. Qardaş, sən nə lazımdır? Kim nəyə inanır? Kim nəyə təşəkkür edir? Özü bilər də. Yəni bunu sanki ona təşəkkür eləməməyin daha yaxşı olduğunu, daha cool olduğunu mesajı verirsən, amma hər kəs Tural kimi onu qarşılamır. Onu analiz eləmək, demək ki, belə olmaq lazımdır. Mən düşünürəm ki, bizim birinci, mən əgər hansı dinə inanıram, iman edirəmsə, onu dərinləməsinə öyrənib ondan utanmamam lazım. Yəni, deməli ki, mən buna inanıram, bunu yaşayıram. Kiməsə zərər vermədiyim müddətcə mənlə siz aranızdakı ortaq bir nəyə məxrəc ola bilər, münasibətlər. Zərər vermirəm, zərər almadıqdan sonra mən nəyə inanıram, siz nəyə inanırsınız, heç kəs əslində dəxli yoxdur və utanmama məsələsi də oradan, kompleks oradan başlayır. Ona tamamlıq kompleks. İşte mən falan kəs kimi deyiləmsə, demək ki, mən də yaxşı deyiləm və s. Mən elə gəlir ki, bunun, bilmirəm, sualınıza o cavab olurmu? Ki, birinci nəyə sahib olduğumu, nə olduğumu, kim olduğumu, harada olduğumu bilməm lazım və bundan utanmamam lazım. Yəni, hesabatı içəridə aparmalıyam. Və buna inanıram, yaşayırammı, yaşamalıyammı, okey, yaşayıram ya da yaşamıram, dəyişmək istəyirəmmi? İstəyirəmsə dəyişim, istəmirəmsə burada qalın və utanmayayım. Burada dərinləşmədikcə, çox gözəl bir ifadə var, sona gəlmişik, bunu da deyim.
Deyir ki, insan sirkul kimi olmalıdır. Azərbaycancasını pərgər. Çox sağ olun. Bir iynəsi batır, sabit qalır və o digər tərəfdə, karandaş olan tərəfdə xətt çəkir. Mən bu lövhədə uşaqlara tez-tez göstərirdim. Lövhədə bir dənə gözəl dairə çəkirdim. Bir dənə də belə qırıq-qırıq xəttlərlə bu burada bitir, sonra oradan başlayır falan belə-belə. Soruşum hansı daha qəşəng görsənir? Dedilər ki, hansı daha yaxşı dairədir? Qəşəng dəyişə bilər. Qəşəng anlayışı, kimisi asimetrik sevər, kimisi simetrik. Hansı qəşəng dairə, hansı düzgün dairədir? Dedilər ki, bu. Deyirəm, çünki burada bir tərəf sabit qaldı, amma bir tərəf oynadı. Əslində bizim də bir o sabit qalan tərəfimiz olması lazım, hansı ki insan tərəfimiz, yəni dəyişməyən tərəfimiz odur. Nəyə də inansam içəridə gəzirəm də, axtarıram, araşdırıram, amma bir tərəfim sabitdir, insan tərəfim sabitdir, anlayış tərəfim sabitdir, dinləmə tərəfim sabitdir, amma o tərəfdə özümü axtara bilərəm. O zaman o doğru da, o dairəni də həyata bənzətsək, əgər assosiasiyası həyat olsa, demək ki o zaman doğru bir dairə, doğru bir həyat formalaşacaq. Təşəkkür edirəm gəldiyinizə görə. Minnətdarım. Mən də dəvət üçün çox sağ olun, təşəkkür edirəm.